Hoş gördük dostlar. Bugünkü dersimizde biz Ctrl VP ile bizim ProSave'in əlaqəsini quracağıq. Modbus üzərindən. Düzdür, bunu simülyasiya edə bilməyəcəm, amma yenə də sizə göstərəcəm. Nəyi və harda sazlayırıq. Növbədə sistem yüklüyünü açırıq. Və burada biz birinci əlavə eləməliyik bizim moduna. Bizə lazım olacaq. Tak. Continue. Deməli biz burada dostlar seçməliyik sizlə Ethernet Communication. Və birinci modul olacaq. Slot avtomatik gəlir. Burada heç bir yerə tuş qoymuyorsunuz. Və keçirik Set Details'a. Və burada seçəcəyik Femdobus. IP adres məsələn ki, olsa simülyasiya edə biləcəyik. Qoyaq 11, 2, 3, 4. Subnet olsun 255, 255, 0. Alt getirildiler lazım değil. Bu işler mən sizə çalışacağım Office dərslərimizdə izah edeyim. Ondan sonra dostlar bax burada gəlir parametre 4, 1, 30. Bunlar nə deməkdir? Birincisi response timeout. Bu nə deməkdir? Yəni biz o bir cihazların cavabı neçə saniyə gözləməliyik. Ondan sonra neçə dəfə bizim sorğunu təkrarlamalıyıq. Bir dəfə, 2 dəfə, 3 dəfə qoya bilərsiniz. TCP-də yəni bir dəfə olur. Çünki TCP connection üzərində qurulmuş protokoldur. UDP olanda isə connection list, yəni artıq göndərir və baxmır çatdı ya da çatmadığını. Və bu 30 saniyə deməkdir ki, neçə saniyədən sonra yenidən təkrar olaraq connection əlaqəni qurulsun və burada əsas məsələ 502 yazılır. 502 bugün kimi bizdə dərsdə olacaq. OPC protokoluna və OPC UI protokoluna bağlı. Orada mən sizə izah edəcəm ki, 502 hansı portdur. Yəni bu standart Modbus'ın TCP portudur. Düzdür, Modbus'tan da danışacağıq. DNP3 şəbəkəsindən da danışacağıq. Və artıq burada ok düyməsini basırıq dostlar. Ondan sonra keçirik bizim switchlərə. Düzdür, bunun mən səhv etmirəmsə izah eləməmişəmsə, bu İngilis dili kurslarında bizdə var. İngilis dili eyni kursdur. Qalan sadəcə İngilis dilindədir. Bunu izah eləmişəm. Deməli, bir dəqiqə. Deməli, data W nə deməkdir və X və data nə deməkdir? X və W nə deməkdir? Və burada dostlar açırıq birinci buranı da burada biz seçməliyik sizlə birlikdə. Dostlar burada seçəcəyik sizlə 8. Ondan sonra sizlə yazıyoruz deməli. K P K2 bizdə deməli. Bundan sonra gedəcək 5 və o bas.
Bu nə deməkdir dostlar? Yəni bunu da izah edeyim. Elə bu dərsi də bitirərik. Ondan sonra növbəti dərsdə bunları da doldurarıq. Onu da izah edəcəm sizə. K bizdə nə deməkdir? K deməli input output identifikator gedir. Belə yadda saxlayın. Ondan sonra bil gəlir bizdə sistem nömrəsi. Yəni bizdə billi olacaq o. Ondan sonra gəlir nomer uzladıyla onlar üstündə. Azərbaycan dilində deyim ki, yəni birinci FCS-imiz olacaq da belə götürür. Ondan sonra slotun nömrəsi gəlir və proqramın nömrəsi gəlir. Hansı dili seçmişəm sizlə. Və ondan sonra biz başlayırıq sizlə. Növbəti olacaq size. Size-ı 1 seçirik. Size 1 nə deməkdir? Yəni dataların uzunluğu. Uzunluq deyəndə uzunluq üslubundan belə tərcümə edəndə və bu başlayır birinci adresdə, hansı ki bizdə device adres. Deməli, device adresdə yazıb burada, baxın, nə var, məktubu burada. Onu da izah edirəm sizə. Ondan sonra biz yazdığımız IP var idi. 1, 4 station bizə nə gələcək? Station bizdə ikinci stansiyadır. Və device adres. Bax, bunu göstərilən birincidən yaxud söhbət edəyim. 0, 4 belə. Və birinci bizdə həmişə olmalıdır. Type output olmalıdır. Discrete datalar olsun. Var burada. Output discrete. Və növbəti parametrlər də olacaq. Robots, inverse, gedib right map olmasın və tam olsun normal. Service commentləri ki, heç nə lazım deyil, service comment qalsın. Bugünkü dərs qutaraq, dostlar, birisi dərsdə mən sizə bunun hamısını izah edəcəm. Nəyi hara doldurulur? Bugünkü dərs bu qədər. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Dərsdən xoşunuz gəldisə, yaxud da sualınız olsa belə yazın. Abunə olmağı yaddan çıxarmayın və like qoymağı yaddan çıxarmayın. Çox sağ olun, təşəkkür edirəm.